Qocalar burada nanay nanay. Cavan oğlanla 40 yaşındakı qadın da dərsin ortasında lalay lalay. Və bunun kimi daha nələr. Tut belə verdi. Yarat işte bana. Deməli bu samolyota minən lələş gəlib görür ki, yerində başqası oturub. Beləcə uşağı oturduğu yerdən qaldırmaq istəyir. Balaca da topu nətər qoyursa qaqaşda yenidən güncəllənmə gedir. Nəysə, stüardess yaxınlaşır ki, müəllim, siz heç narahat olmayın, gəlin bu xanımın yanında oturun. Xanımdakı nə xanımı? Madam madmazeldir. Qaqam da patxod, mahtxod, makır görür ki, yox, qız buna vнимание verməyir. Elə bu moment güclü turbulans olur deyə qız qorxusundan başlayır oğlanın əlini sıxmağa. Ovşum təyyarə gəlir hava limanına enir, qız da düşüb gedir. Bu da bir pox yeyə bilməyir. Üstəlik qızın flash kartı da yaddan çıxıb orada qalıb. Nəysə, uzun sözün qısası, qız axşam oğlana zəng edir ki, bəs mənim flash kartım səndə qalıb, hardasan yerini denən gəlim götürüm. Qaqaş da qayıdır ki, niçivo ne straşna, uşaqlarla burada oturmuşam, dur gəl bura. Bu arada qaqaş qızdan ötürü konkret əriyir ha, amma özü palet eləmir. Ovşum, qız gəlir girir bara, deyir ki, məni bura kimi gətizdirmisən, flash kartı ver, mən də çıxım gedim. Qaqaş da qayıdır ki, sən canı bağışla, sənin kartın yaddan çıxıb evdə qalıb. Beləcə oğlan da gəlir buradakı detski mopedin qıza göstərir ki, otur gedək. İşə bax ginən ki, kaskı qızın başına taxanda qızın iş yoldaşları bunları görür. Deyirlər, oyda, bizim milf özünə bir dənə baby face oğlan tapıb. Şaraq qadın çıxardıb bunların şəkillərini çəkirlər. Ovşun, bunlar da minib gəlirlər oğlan evinə ki, həmin flash kartı götürsünlər. Burada başqa həngamələr də olur, amma nəysə də buranı kesəcəm. Bir sözlə, qız öz flash kartını götürüb qayıdır evə. Qız səhərsi günü gəlir işə, görür ki, işdəki hamı qəribə hərəkətlər eləyir. Az qala bunu fitə basıb gülsünlər. Bu yanındakı köməkçisi də deyir ki, dünənki lələşdən hamının xəbəri var. Yəqin ona görə belə edirlər. Hələ üstəlik də müdir buna qayıdır ki, bax indi gözümə girməyə başladın. Bax belə ola, həyatını yaşa. Akşı nə olsun, yaşı falan azdı, get kef elə. Sonra minir civisinin maşınına çıxıb gedir. Bu arada onda nəzərinizə çatdırım ki, bu müdir bu qızı işdən çıxarmağa fikirləşirdi. İndi bunların bu şəklini görüb, deyir qoy bunlara bir də şans verim. Qız da deyir, oxa, ay nə yaxşı oldu. Bundan sonra bizim həyasız bu madmazel başlayır bizim yazıq izzətdən istifadə eləməyə. Sən canı uşağa da bir dənə yaxşı baxın. Görünüşündən mərifət, qanacaq, saflıq yağrı, yəni tərbiyəli oğlan uşağıdır. Bu cür aşağı adam alladar hə. Neysə, qız geyinir, keçinir, yanvar, fevral deyə gəlir məktəbə. Ay qardaş, qadın elə bil insan deyil, koramal deyil, koramal. Yavaş-yavaş başlayır uşağın başını bişirməyə ki, nə var bunu işdən çıxarmasınlar. Axşam bunlar yenə görüşürlər və bu dəfə qız oğlanı müdürü ilə tanış eləyir. Birdən-birə qız oğlanı götürür ki, dur getdi. Beləcə də bunlar başlayır vur çatlasın, çal oynasın, dans eləməyə. Biraz şıqıdım, biraz çıqıdım, qız az qalır özünü konkret açıb burada buraxsın. Müdürün yanındakı cavan civisi də qayıdır ki, bunlar səni məni alladır, bunlar heç də sevgiliyə oxşamır. Elə bu momentdə nəysə qızın ürəyi sıxılır, çıxır çölə. Oğlan da bunun dalıyca. Yenə qaqam qızı mindirir öz mopedinə, gətirir evlərinə. Qız da düşür deyir, mən çox yorulmuşam, gedirəm yatam, səninlə gecən xeyrə qalsın. Bu ləlönün də dili pəltəliyir, heç nə deyə bilməyir. Axırı bu da deyir, yaxşı da sənin də gecən xeyrə qalsın. Qaqaş risk alır ki, ala mən nə pox yedim, qayıdır dala. Bu meqamda testosteron artışı ilə az qalır ki, qaqaş düz divara dırmaşsın. Xoşbəxtçilikdən blokun qapısı açılır, o da içəri girir. Qız qapını açır ki, nə olub, niyə getməmisən? Oğlan da başlayır riski qızı zəli kimi soğurmağa. Bunu dayandır ki, dəlisən, sən neynirsən, ayıbdır. Qız birdən qərarını dəyişir, deyir ya da boş ver, davam elə. Beləcə həmin gecə lalay, dalıca da nanay. Bax belə, gəl zaman, geç zaman arada görüşüb dərdləşirdilər, boş vaxtlarında da nanay eləyirdilər. Elə buna görə də oğlan hər şeyi poxlayır, başlayır qıza bağlanmağa. Qız da deyir, hər şey ayladır, bu yetimə də özümə bağlamışkən qoy ayrılım qalsın yana-yana. Elə belə də olur bu görüşlərin birində, yox bunun axırı yoxdur, ən yaxşısı gəl biz ayrılaq, deyib qız ayrılır. Hop, burada bir dənə pauza. Sən canı, bilirsiniz mənə nə çatmır? Bəs sonu yox idisə, bu yazığa niyə ümid vermişdin? Niyə onu özünə bu qədər bağlayıb, sonra da atıb gedirsən? Nəysə, uzun sözün qısası, deməli üstündən bir müddət keçir. Qadının iş yerində bir fotomodel oğlan axtarılır ki, üzü tam olaraq çıxacaq jurnala uyğun olsun. Şirkətin bosu da həmin bu oğlanı hansısa bir laptopda görüb, deyir ki, yox, mən bu ləlüyünü bəyəndim, onu çəkək. Sən canı, belə senaristi aparım gətirməyim. Çox üzr istəyirəm. Mən tualetdə bundan da kreativ senarilər yazıram. Biraz... Nəysə, zarafat bir kənara, baxın bu qadın öz uşağı ilə belə tanışdırmadığı bu oğlanın rəsmini.
Sizcə götürüb laptopa, ana arxa fona qoyar. Nəysə, ovşun bundan sonra çıxışsız qalan qız da gəlib oğlana deyir ki, sən canı gəl şəkillərini falan çəksinlər, həm də sənə yaxşı pul verəcəklər. Oğlan da deyir, ta yaxşı, qırıl başımdan. Beləcə hər şey hazırlanır, fotoqraflar gəlir, dalıca da fotomodellər gəlir. Yəni hər şey yüksək səviyyədə hazırdır. Bu ləlünü də atası gətirib düşürdüb, sonra sürüb çıxıb gedir. Uzun sözün qısası, bunu qrimləyərlərkən qızın ilk yoldaşlarından biri gəlib bunun yanında oturur ki, al qəziyə, hər şey bax belə olub. Açır sandığı, tökür pambığı. Yəni o qız səni bu işdən ötürü barmağın ucunda oynadı. Bunu eşidəndən sonra qaqam vapşe bir mental çöküş yaşayır. Vapşe oğlana yazığım gəldi. Hələ buna bax, həyasız oğlanın dalınca qaçır. Əlim girsə, bir-iki dənə şillə dartaram buna. Vapşım, qaqaş qayıdır ki, bir daş altda, bir daş üstdə. Yəni hər şeydən xəbərim var, indiyənə kimi mənə barmağında oynadımsan. Bir də səni görmək istəmirəm. Və sonra da çıxıb gedir. Müdür də bütün bu olanları kənardan görüb, qızı da işdən qovur. Belə-belə günlər, həftələri yavaş-yavaş qovalamağa başlayır. Biz də görürük ki, qız ücə etdiklərindən peşman olub. Arada götürüb tez-tez oğlana zəng edir falan. Görür ki, heç oğlan bunu lülüşünə də almayır. Bu da bütün olanlardan bezir, gəlir həmin oğlanın məktəbinə ki, oğlanla barışsın. Gəlib burada hamının içində qayıdır ki, bir qələt də etmişəm, sən canı gəl məni üzməginən, gəl barışaq. Və bunlar da beləcə barışırlar. Bu nə edizlədim sən canı? Hələ bunların tayı mərmərdən baxır, mərmərdə.